durma. Yine kanadını açtın. Uçacağım belli durma. Sen de kısmet kimi kaçtın. Menden kenar telli durma. Aradığın yoktu sanma. Uç kısmetinden usanma. Her gördüğün suya konma. Dadıma olar lili durma. Dert deme bilen bilecek. Ahan gözyaşını silecek. Ay gelecek, il gelecek. İl beşli mi? 50 durma. Orada gəm senden iraktır. Göğlerde gez, göğler paçdır. Yere konma, daş torpaktır. Derdi seri küllü durma. Göğlerde yarın sazlı mı? Mahire tek avazlı mı? Senin de anan nazlı mı? Düz dünyası güllü durma. Türk xalqının zaman zaman dünyaya böyük qəhrəmanlar, elm xadimləri, mütəfəkkirlər bəxş etdiyi, öz sərkərdələri, o cümlədən elm xadimləri ilə bütün bəşəriyyəti heyrətləndirməsi heç kimə sir deyil. Azərbaycan ədəbiyyatşünaslıq və folklorşünaslıq elminin inkişafında görkəmli alimlərimizin xüsusi rolu vardır. Onlardan biri də əslən qərbi Azərbaycandan olan görkəmli dilsi alim, ədəbiyyatşünas, publisist, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü, əməkdar müəllim, filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynovadır. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Professor Mahirə Hüseynova həm elm, həm də təhsil sahəsində əvəzsiz xidmətlərlə tanınır. Onun həyat və fəaliyyəti təkcə akademik uğurlarla deyil, həm də milli dəyərlərə, vətənə bağlılıq mövzusunda yazdığı əsərləri ilə fərqlənir. 1960-cı ildə noyabrın 4-də Naxçıvandan anadan olub. 1980-ci il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olan Mahirə Hüseynova 1984-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmiş və Respublikamızın bir sıra orta məktəblərində pedaqoq kimi fəaliyyət göstərmişdir. Özünüz pedaqoji universitetdə təhsil almışsınız və hazırda orada rəhbər vəzifədə çalışırsınız. Tələbəlik illərində doyunca yaşaya bildinizmi? Musa Yaqubun bir sözü var, deyir, elədiklərimdən yaxam qutarmaz, eləmədiklərim yandırır məni. Kaş biraz da qaynar olardı, kaş biraz da çox yazıb yaradardı. Bax, bu hisslər qalıbdır. Qalan, bəli, mən Pedaqoji Universiteti bitirmişəm, fərqlənmə diplomu ilə bitirmişəm. Həmin universitetin aspiranturasını, doktoranturasını və elə həmin illərdən də orada çalışıram. Böyük bir fakültənin, hansı ki orada təhsil almışam, onlar mənim müəllimim olub həmin adamlar. Həmin fakültənin rəhbəriyəm. Bütün bunların hamısı, bilirsiniz, mən elə bil ki, iş yerinə yox, evimə gedirəm. Mahirə xanım, sizin doğma Filologiya fakültəsindəyik. Burada biz sizin keçmiş müəllimləri gördük və indiki müəllimləri gördük. Bu çox gözəl bir ənənədir. Kimdən öyrənmişik? Biz kimi və bizim tələbələrimiz sırada lövhədə vurulub ki, bax, 500 baldan yuxarı bal toplayan tələbələrimiz bizim nəticəli. Biz öyrənmişik, biz öyrədirik, nəticələrimiz də oradadır hamısı. Ona görə bir, necə deyərlər, həyatın hər bir anında bir xət lazımdır, bir süjet, pərakəndəlik ola bilməz. Yox, bu universitetə biz bağlıyıq. Anamız kimi, evimiz kimi. Yəni mənim üçün buradan müqəddəs məbəd yoxdur da, az qala burada böyümüşük. Necə böyümüşük? Ali təhsil almışıq, onda biz gənc idik. Hələ ali məktəb nədir bilmirik. Bizim gözəl müəllimlərimiz olub. Müstəqil həyata atılmışdır. Bəli, müstəqil həyata özlər necə müəllimlərlə
mən bəzi söhbətlərin şahidi oluram. Mən heç də o fikirdə deyiləm. O vaxtlar belə müəllimlər var idi, indi yoxdur. Onda da vardı, indi də var. Onda da nəhənglər vardı. Həsən Mirzəyev vardı, Afat Qurbanov vardı, İsmail Şıxlı vardı, Alməmməd Məmmədov var idi və s. və başqaları. İndi də var. Təyyar Cavadov var, Elman Quliyev var, Yaqub Babayev var. Bütün Respublika ali məktəbləri bizim alimlərin yazdığı kitablardan dərslik kimi istifadə edir. Yəni bizim fakültənin potensialı o qədər güclüdür ki, mən buna yalnız fəxr edirəm. Sizin ən çox sevdiyiniz auditoriyaya daxil olaq. Hardakı bax, gənclik illəriniz keçib, tələbəlik illəriniz keçib, orada dərs almısınız və indi də özünüz orada dərs deyirsiniz, həmin o auditoriyada. Həm biraz, necə deyərlər, sarı simət oxunursunuz. Həqiqətən hər dəfə o auditoriyaya girəndə sanki o kövrək hisslər mənə yenə gəlir, yenə həyəcanlanıram, yenə sanki özümü tələbə hiss edirəm. Hər gün 80-ci ilin sentyabrına dönürəm, tələbə oluram. İlk öncə bir neçə dəqiqəlik, yəni ilk tələbəlik, qədəm qoyduğum, ilk qədəm qoyduğum. Bax, bu otaq yenə də mənə həmin maraqlı, sirli, bundan sonra nələr olacaq həyatımızda auditoriyanı xatırladır. Auditoriya həmindir, biz yaşada olmuşuq, tələbələrimiz daha da mükəmməlləşib, daha da mühitə uyğun, dövrə, zamana, inkişafa uyğun ən yüksək səviyyəli tələbələr. 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müasir Azərbaycan dili kafedrasının müəllimi kimi ali təhsil müəssisəsində elmi fəaliyyətə başlayan Mahir Hüseynova, Həsən Mirzəyevin yaradıcılığında Filologiya məsələləri adlı dissertasiyasını 2012-ci ilin yanvarında müvəffəqiyyətlə müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru, 2017-ci ildə isə filologiya üzrə elmlər doktoru dərəcəsini almışdır. O 2018-2021-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Filologiya fakültəsində dekan olmuş. 2021-ci ilin aprelindən etibarən isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində fəaliyyətə başlamışdır. Azərbaycan elminə və təhsilinə uzun illər səmərəli xidmət göstərmiş, görkəmli filoloq, alim, pedaqoq, elm və təhsil təşkilatçısı Mahirə Nağıqızı Hüseynova öz zəhməti, zəngin biliyi, yüksək təşkilatçılıq qabiliyyəti ilə tanınmış nüfuzlu ziyalılardandır. Onun həyat yolu və elmi fəaliyyəti Azərbaycan dilçiliyinin inkişafında mühüm mərhələlərdən biri kimi dəyərləndirilir. Mahirə Hüseynova Azərbaycan ədəbiyyatının müasir tarixində dərin iz qoymuş alim və pedaqoqlardandır. Onun zəhmətkeşliyi, intellekti, elmi araşdırmaları və pedaqoji fəaliyyəti sayəsində yüzlərlə tələbə, müəllim və tədqiqatçı ilham almışdır. Elmi və təhsilə həsr olunmuş bu zəngin həyat yolu gələcək nəsillər üçün parlaq nümunədir.
atdığın oylağın 5 addımda Zəngilandan görünür. Nə möhtəşəm tarix yazdın dəftərə, oxunacaq, deyiləcək min kərə. Adımızı ucaltırsan göylərə, bütün Qafqaz dağlarından görünür. Hani gelir dediler, Xan kəndinin xanı gelir dediler. Adı gelir, sanı gelir dediler, çıksan Cıdır meydanından görünür. Bütün Qafqaz dağlarından görünür. Zamanı odur xalqın umut yeri tumanı. Bu milletin tarixinin her anı Heydər Baba dastanından görünür. Heydər Baba dastanından görünür. Mahirə Hüseynovanın Qərbi Azərbaycan folkloru və aşıq sənəti sahəsində apardığı tədqiqatlar milli ədəbi irsin qorunması baxımından əvəzsizdir. Söhbət təkcə Qərbi Azərbaycanlı olmaqdan getmir, bütün Azərbaycanlı olmaqdan gedir. Mən hər kəsin ürəyindəki Azərbaycan sevgisinə heyranlığımı bildirirəm, Mahirə xanım deyir. Professor Mahirə Navqızı yalnız alim deyil, həm də bir mədəniyyət daşıyıcısı və milli yaddaşın yaşadıcılarından biridir. Onun elmi irsi gənc tədqiqatçılar üçün mühüm mənbə olmalıdır və gələcəkdə bu istiqamətdə tədqiqatların davam etdirilməsi üçün zəmin yaradır.
məsələlərin milliyyət daşın qorunması, gələcək nəsillərə ötürülməsi və Azərbaycan ədəbiyyat tarixinin inkişafı baxımından önəmlidir. Professor Mahirə Nağdıqızı filologiyamızın inkişafında fədakar elm xadimi kimi daim vəzifə yaratmaqdadır. Prezident təqaüdçüsü Professor Mahirə Nağdıqızı məhsuldar filoloq kimi ömrünün müdriklik çağını yaşayır. Mahirə xanım gözünü açar-açmaz, Mahirə xanım öz ana dilinin keşiyində durmağı sanki təbiətdən, sanki kainatdan özünə bir hissəsi seçdi. Və bu əbəs deyildi. Çünki Mahirə xanım, ümumiyyətlə, razısınızmı bundan ki, insanlar seçilmişlərdir? Təbii, həm dini, həm dünyəvi elmlərdə insan yeryüzünün əşrəfidir. Yəni, insandan daha şərəflisi yoxdur, insandan daha ağıllısı yoxdur və insan hər şeyə qadirdir. İnsanı yaradan, dini təbircə desək, yaradandır, Allahdır. Onu dünyaya gətirən, bu yeryüzünə bəxş edən analarımızdır. Və analarımızın yeryüzünün Allahı deyə bilərik. Niyə? Göydə Allah bizi yaradıb, ilk insanlığı yaradıb, amma bizi dünyaya bəxş edən, həyata gətirən, bu torpağa ayaq açı yeri deyən analarımızdır. Azərbaycan elminin zəngin və çoxəsrlik ədəbiyyatımızın inkişafına töhfələr verən dəyərli alimimiz Mahirə Nağdıqızına şəxsi həyatında can sağlığı, çoxcəhətli və məhsuldar elmi pedaqoji fəaliyyətində yeni yaradıcılıq uğurları və müvəffəqiyyətlər arzulayır. Dəyərli alimimiz, şairimiz Mahirə xanımın çox sevilən Salam olsun şeirini söyləmək istəyirik. Ey tarixi sətir-sətir yaradanlar, nə şanlısınız, şanınıza salam olsun. Qalacaqdır bu tarixdə var olanlar, silinməz ad sanınıza salam olsun. Rəzil oldu bizi qüvvət saymayanlar, qanda batdı qan içməkdən doymayanlar, bu milləti yıxılmağa qoymayanlar, dünyada hər anımıza salam olsun. Adı qalar zaman-zaman sərdoğanın, izi qalmaz hər olanın, hər doğanın. İlham sənin Rəcəb Tayyib Ərdoğanın, həmişə var canınıza salam olsun. Şəhidlərim, haqqınız var çiynimizdə, kəfən qeydik, qalacaqdır əynimizdə, çıxmayacaq, yaşayacaq eynimizdə, tökülən al qanınıza salam olsun. Aləm idi, üstə idi hər çağımız. 30 ildən sonra girdi məvrağımız. Dalğalandı Şuşada al bayrağımız. Qurban olun hamınıza salam olsun. Bilmədim ki, nəyi necə yaşadım. Düzəlməyi düzəlmədim gülüm. Mən bu ömrü belə yaşadım.
necə